Ya Allah, sonuncu Toyota Corolla Cross'umuzu da yüklədik. Allah xeyir versin. Ya Allah. Deyirəm, hər işin bax, mən Elvin Hüseynov və peşəkar Bir neçə gündür xaricdən xidmətimizdə. Azərbaycana avtomobil gətirməklə məşğul olan Elvin Hüseynov barədə sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılıb. İddialara görə o, insanların etibarından sui-istifadə etməklə avtomobil gətirmək müqabilində aldığı pulları mənimsəyib, verdiyi vədlərə isə əməl etməyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxsin axtarışı elan olunub. 32 yaşlı Hüseynov Elvin Tofiqoğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai rayon polis idarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir. Müəyyən edilib ki, o vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür. Tövsiyə edirik ki, vətəndaşlar yalan vədlərə aldanmamaq üçün yoxlanmamış vasitəçilərə, qeyri-rəsmi avtomobil alverçilərinə etibar etməsinlər. Bakıda rəsmi avtomobil satışı ilə məşğul olan etibarlı şirkətlər var və fəaliyyəti qanunla tənzimlənir, açıqlamada qeyd olunub. Elvin isə özünə məxsus sosial şəbəkə hesablarında yayılan iddiaları şər böhtan adlandırıb.